Bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. İnsanların xarakteri bir-birindən çox fərqlənir. Kimi insanlar çox ünsiyyətçi, cəsarətli və açıq olurlar. Kimiləri isə hisslərini və düşüncələrini daxilində saxlamaq üstünlük verirlər. Astrologiyada da bəzi bürclər daha sakit, çəkingən və utancaq xarakterlə əlaqələndirilir. Bugün sizə ən utancaq bürclər arasında sayılan 3 bürcdən danışacağım. 3-cü yerdə xərçəng bürcüdür. Xərçəng bürcündən olan insanlar adətən hisslərinə çox önəm verən insanlar kimi təsvir olunurlar. Onlar tanımadıkları insanların yanında ilk əvvəl çox sakit davrana bilərlər. Xərçəng bürcünün utancaqlığı daha çox emosional tərəflə bağlı olur. Onlar qarşısındakı insanın necə reaksiya verəcəyini düşünə bilərlər. Bu səbəbdən də bəzən söhbətə başlamaqda və ilk addımı atmaqda çətinlik çəkirlər. Amma xərçəng bürcündən olan bir insan sizə öyrəşdikdən sonra tamamilə fərqli davrana bilər. Yaxınlarının yanında daha sərbəst, səmimi və şən ola bilər. İkinci yerdə qız bürcü. Qız bürcünün utancaqlığı bəzən çox düşünməklə bağlı olur. O bürcə mənsub insanlar bir sözü deməzdən əvvəl onun necə qəbul olunacağını dəfələrlə düşünə bilərlər. Onlar yeni mühitdə tanımadıkları insanların arasında və ya böyük kollektivdə özlərini bir qədər narahat hiss edə bilərlər. Qız bürcündən olan insanlar çox vaxt sakit və məsuliyyətli davranışları ilə seçilirlər. Onlar özlərini göstərməkdənsə əvvəlcə mühiti müşahidə etməyə üstünlük verə bilərlər. Amma bu onların özlə inamının olmadığı demək deyil. Sadəcə onlar hər insana dərhal açılmırlar. Və nəhayət birinci yerdə balıq bürcüdür. Balıqlar astrologiyada ən hissli və həssas bürclərdən biri kimi təsvir olunur. Onlar ətrafda baş verənlərə çox həssas yanaşa bilərlər. Balıqlar tanımadıkları insanlarla ünsiyyətdə bəzən çəkingən davrana bilərlər. Xüsusən də hisslərini açıq şəkildə ifadə etmək onlar üçün hər zaman asan olmaya bilər. Onların daxili aləmi çox zəngin ola bilər. Kənardan sakit görünsələr də daxillərində çox sayda fikir və hiss yaşaya bilərlər. Balıqlar özlərini rahat hiss etdikləri insanların yanında isə daha sərbəst davrana bilərlər. Hətta bəzən çox şən və söhbətçi olduqlarını da göstərə bilərlər. Beləliklə, astrologiyaya görə utancaq və çəkingən davranışla daha çox əlaqələndirilən 3 bürc xərçəng, qız və balıqlar kimi qəbul edilir. Əlbəttə, hər insanın xarakteri eyni deyil. Bir bürcə mənsub olan bütün insanların utancaq və ya çəkingən olduğunu demək düzgün olmaz. Bunlar sadəcə astrologiyada formalaşmış ümumi təsvirlər və əyləncəli yozumlardır. Bəs siz hansı bürcsünüz? Sizcə sizin bürcünüz utancaqdır, yoxsa tam əksinə çox ünsiyyətçidir? Fikirlərinizi şərhlərdə yazın və bu videonu bürcləri sevən dostlarınızla paylaşmağı unutmayın.